Salam, mən Emin Abiyev, layihələrin idarə edilməsi üzrə təlimçi. Bugün sizə layihələrdə konfliktlərlə bağlı danışacağam. Mövzumuz layihədə konfliktlərin həll etmə texnikaları adlanır. Birinci texnika geri çəkilmək, konfliktdən qaçmaq, withdraw avoid adlanır. Bu münaqişənin həlli texnikasında siz münaqişədən qaçırsınız və ya geri çəkilirsiniz və münaqişənin öz-özünə həll olunmasına bir növ şərait yaradırsınız. Və bəzi hallarda müdaxilə etmirik ki, daha məlumatlı və hazırlıqlı olduqdan sonra müdaxilə edək. Bu texnikadan hansı hallarda istifadə olunur? Məsələ böyük vaxt tələb edir və bizim isə vaxtımız yoxdur. Artıq gərgin mübahisə baş verib və artıq insanların soyması üçün vaxt lazımdır. Yəni burada artıq müdaxiləmiz uyğun deyil və problemə daha hazırlıqlı qatılmağımız lazımdır. İkinci texnika yumşaltmaq, uyğunluqları tapmaq, smooth accommodate adlanır. Bu münaqişənin həlli strategiyasında siz razılığa gəlinə bilən aspektləri tapırsınız və bununla da vəziyyəti düzəltməyə çalışırsınız. Yəni fərq yox, uyğunluqlara fokuslanırıq burada. Bu texnikadan hansı hallarda istifadə olunur? Problemin müvəqqəti həlli lazımdır. Münaqişə kiçikdir və daha az stakeholderları əhatə edir. Üçüncü texnika qarşılıqlı güzəşt adlanır, yəni compromise reconcile. Bu münaqişənin idarə olunması strategiyasında siz hər iki tərəfə rahatlıq, məmnunluq gətirən müvəqqəti və ya qismən həll yolu tapırsınız. Burada hər iki tərəf nədəsə güzəştə getməlidir. Ona görə də bu texnikanın nəticəsi ingilis dilində yəni lose-lose olaraq adlandırılır. Bu texnika nə vaxt istifadə olunur? Müvəqqəti həllə ehtiyacımız vardır və digər texnikalar yəni kömək etmədikdə. Növbəti texnika birbaşa göstəriş, birbaşa yəni qərar vermək artıq, yəni force direct adlanır. Bu münaqişənin idarə olunması, həlli strategiyasında siz bir tərəfin nöqteyi nəzəri ilə razılaşırsınız. Həmin şəxsi düz, digər şəxsin isə səhv olduğunu bildirmək məcburiyyətində qalırıq. Biri qələbə çalır, digəri uduzur deyə bu nəticə ingilis dilində win-lose olaraq adlandırılır. Bu münaqişənin həlli texnikasından hansı hallarda istifadə edə bilərik? Bir tərəfin haqlı olduğunu əminliklə bildiyimiz zaman, digər tərəf səhv ola-ola özünü doğru göstərmək istəyirsə. Və nəhayət sonuncu texnika qarşılıqlı razılaşma, collaborative solution adlanır. Münaqişələrin birgə həlli strategiyasında siz problemi bütün tərəflərlə müzakirə edirsiniz və burada ortaq bir həllə gələ bilirik. Yəni hər iki tərəf məmnun olur. Bu texnika hər iki tərəfin qazanması ilə nəticələndiyinə görə win-win olaraq adlandırılır. Və bu nə vaxt istifadə olunur? Yəni konsensus artıq burada tələb olunduqda və məsuliyyəti bölüşdürmək istəyiriksə. Əziz izləyicilər, diqqətiniz üçün təşəkkür edirəm.